Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəşi olsun, əziz dostlar. Əvvəla onu qeyd edeyim ki, mən təşəkkür edirəm ümumiyyətlə bu İstanbul Böyükşəhər Bələdiyyə sədrinin Əkrəm İmamoğlu'nun yalnız Milli Fədaii Hərəkatı onun əfv olunması haqqında çağırış edib və bundan başqa bilirsiniz ki, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin icra hakimiyyətinin binasında oldu. Bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi ilə əlaqədar COP29 tədbirinə gəlmişdi. Və bu tədbirdə ümumi liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyinin uğrunda canlarını fəda edən 20 yanvar şəhidlərini və təbii ki, Türk şəhidliyini, Qafqaz İslam Ordusunun, Nuru Paşanın başçılığı altında olan silahlı qüvvələrinin, Osmanlı əskərlərinin, zabitlərinin, şəhidlərin önündə ziyarət elədi. Və bundan əlavə bilirsiniz ki, ictimai televiziyada onun çox maraqlı bir müsahibəsi oldu. Mən həmin müsahibəni sizə səsləndirim. Əlbəttə ki, bu çox maraqlı bir müsahibə idi. İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu ifadə verib. Önce şunu söyleyeyim, ben COP'a çok kezdir katılıyorum. Kardeş ülkemiz Azerbaycan'ın çok nitelikli bir COP düzenlemesi beni gururlandırdı. Gerçekten şu ana kadar gördüğüm en düzenli ve en planlı, en belki de güvenli alanı üretmiş olduğunu görüyorum. Tebrik ediyorum. Tabii çevreyi ve dünyayı en çok ilgilendiren konuların tartışıldığı COP29 Bakü'de bu sabah dünyanın önemli şehirleriyle yaptığımız buluşmada, birlikte yaptığımız panelde özellikle büyük kentlerin en fazla en güçlü adımları atmak zorunda olduğunu konuştuk. Tabii bu konuda yapılacak projelerde en önemli konunun da finans kaynağına erişim olduğunu konuştuk. Fonlara, kredilere ulaşma konusunda çok yavaş hareket edildiğini, bu konuda bir nevi şehirler olarak dünyanın dikkatini çektik. Ve dünyada bütün ülkelerin, bütün şehirlerin bu konuda işbirliği yapmasının ancak çözüm olabileceğini, sadece bir ülkenin ya da birkaç şehrin başarılı olması bize bir çözüm üretmeyeceğini dile getirdik. Herkes bu konuda aynı fikirde. Umarım daha güzel bir dünya için hep birlikte dünyadaki iklim değişikliğine dönük mücadeleyi verebiliriz. COP29'da Azerbaycan'da, Bakü'de buna şans olur. Bakü valisiyle herhangi bir görüşleriniz oldu mu? Bugün birlikte olacağız. Randevumuz var. Kendisini ziyaret edeceğim. İnşallah Bakü ve İstanbul arasında güçlü ilişkileri sağlayabiliriz. Çünkü hepimizin dilinde tek millet, iki devlet diye tariflediğimiz gerçekten can cana iki ülke insanlarının daha iyi iletişimde olmasının sadece hükümet seviyesinde değil, şehirler seviyesinde de olabilmesi mümkün ve şarttır. Bu bağlamda kendisini ziyaret edeceğim. İnşallah İstanbul'da da birlikte olur ve bu ilişkileri en üst seviyeye Mən həmin görüşü Gerçək TV vasitəsilə izlədim. Gəlin həmin görüşü izləyək. İstanbul her bir Azerbaycan'ın üçü doğmadır. Rakipler, bizler, əsirlər bizi bağlayır və göçümüzdə bilir. Teşekkür ederim. COP için geldik.
bizim için ülkemizin bir parçası gibi. Dolayısıyla birlikte olmak, birlikte konuşmak iki devlet için çok kıymetli her daim. Tabii ki ülkemiz, hükümetler konuşacak ama esas şehirlerin konuşabilmesi daha değerli bence. Çünkü her gün siz de insanlarla birebir hizmet için koşturursunuz. Biz de bu yönüyle özellikle ziyaret etmek istedim. Bu arada benim çok KOP ziyaretim oldu. Gördüğüm en iyi organizasyon. Tebrik ediyorum hem sizi hem emeği geçen herkesi, hem düzeni, nizamı, tertemiz, her yönüyle çok güzel. Sabah bir konuşma düzenimiz vardı, onu bitirip sizi de ziyaret edip ondan sonra şehrimize döneceğiz. Ama öncelikle çok mutlu olduğumu belirtmek isterim. Bu arada 8 Kasım Zafer Günümüz kutlu olsun. Aynı zamanda bu Zafer Günü özel bir tarafı 10 Kasım'da değil de 8 Kasım'da olabilmesi, konuşulup karara bağlanması bizim açımızdan çok özel bir tercih. Çok teşekkür ediyoruz. Zaten her iki ülkenin yöneticileri her daim birbirine her hassasiyetle bakmıştır. Bu yönüyle ben de bu duygularla buradayım. Bizim çok daha büyük ve güzel ilişkilere ihtiyacımız olduğunu düşünüyorum. Başta İstanbul, Bakü veya diğer şehirler arasında hem iletişimi hem işbirliğini büyütürsek insanlarımızın daha sıcak diyalogları, daha kurumsal işbirlikleri olabilir diye düşünüyorum. Bu anlamda da hazır olduğumuzu bilmenizi isterim. Burada olmaktan mutluyum. Başarılar dilerim Sayın Valimiz. Biz başı icra hakimiyyətini ziyaret ettik. Buna göre ben size minnətdaram. Bu təəssüflüsü deyirəm ki, qeyd etmək istəyərdim ki, bizim bu cür görüşümüz çoxdan olmalıydı. Bir balaca gecikdik. Yəqin mənim də qıdanım burada var. Mən çox şadam ki, KOPA siz o tədbirlərə qarışdınız və bir günləri Bakıdasınız. Mən bir-iki dəfə xaricdə olanda sizin yardımcılarla görüşmüşəm. Mən sizə salam göndərdim, bilmirəm çatdırdılar, hörmətli ehtramını göndərdim. Onu çatdırmadım, bilmirəm çatdırdılar ya yox. Ona görə bu hər bir vətənpərvər Azərbaycanlı üçün Türkiyə və İstanbul doğma şəhərdir, ölkədir, doğma şəhərdir. Biz özümüz Ulu Öndərin sözlərini desək, bu günləri Türkiyəni bir millət, iki dövlət kimi qəbul edirik. Və fəxrətli haldır ki, bu günləri ölkələr arasında yaxşı gözəl əməkdaşlıq görmüşdür. Amma bu əməkdaşlığı gücləndirmək üçün şəhərlər arasında dialog olmalıdır. Biz də əməkdaşlığa çıxmalıyız və buna nail olmalıyız. Sizin bu gün bura gəlişiniz elə mənə elə gəlir ki, buna ciddi bir təkan verəcək. Biz yeni formatda artıq bu əməkdaşlığı gücləndirə bilərik. Bakı, İstanbul, elə bu Allah belə yaradır ki, biz özümüz əməkdaşlıq və dialogda olmalıyıq. Mənə elə gəlir ki, belə də olacaq və belə də var. Amma mən yenə təəssüflə qeyd edirəm ki, biz çox gec gecikirik, görüşmüşük. Amma hələ çox şey qabaqdadır, gücləndirərik. Mən bir də sizinlə əməkdaşlığa, dialoqa hazırıq. Və hesab edirəm ki, bu sahədə biz əməli sahədə addımlar atmalıyıq. Siz Türkiyədə tanınmış dövlət adamısınız, siyasətçisiniz. Biz sizin fəaliyyətinizi izləyirik, maraqlı izləyirik və böyük maraqlı olur. Bir sözlə, mən səmimi qardaş sizi salamlayıram. Xoş gəlmişsiniz. Birinci dəfədir, axırıncı dəfə olmasın və hesab edirəm ki, bu görüşdən sonra bir daha tez-tez görüşməliyik və bizim strukturların arasında da əməkdaşlıq yaratmalıyıq. Kesinlikle. Meclis Başkanı ikinci konuşmuşsunuz. Bakabiliyorsanız orada bahçe var. Dostlar, mən əvvəla onu qeyd edeyim ki, 2020-ci ildə Azərbaycanın şanlı ordusu
böyük zəfər qazandı. Təbii ki, bu zəfərin qazanılmasında Azərbaycan Respublikasının silahlı qüvvələrinin, Türkiyə Cümhuriyyətinin silahlı qüvvələrinin birgə həyata keçirdiyi hərbi təlimlər və Türkiyə Cümhuriyyətində hərb okulunda yetişən çoxsaylı bizim hərbi kursantlarımızın rolu oldu və ən başda Polad Həşimov olmaqla mən xüsusi qeyd elədim ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğanla Bakı şəhərində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyin önündə tarixi bir çıxışı olmuşdu və orada Atatürk haqqında çox müsbət fikirlər səsləndirmişdi ölkə prezidentimiz və bu barədə mən istəyərdim ki, həmin çıxışı səsləndirim. Bilirsiniz ki, Şuşa şəhərində Mustafa Kemal Atatürkün adına küçə qoyulub. Yəni, mən bunu nəyə görə deyirəm? Ümumiyyətlə, Mustafa Kemal Atatürk haqqında çox yanlış bir fikir yaradıblar Türkiyə hökumətində və onun Osmanlı imperiyasına göstərdiyi xidmətlər, hərbi rütbələrin artması, Osmanlı dövlətində yüksək səviyyədə dövlətçilik baxımından önəmli hadisələrdə, Qurtuluş Savaşında, Çanaqqale Savaşında, Bitlis Savaşında, Diyarbakır Savaşında və bir çox müharibələrdə qələbələrlə bitirməsi Mustafa Kemal Atatürkün hərbi duhasının bir daha sübut edir. Bilirsiniz ki, Bakı şəhərində Atatürk adına prospekt və Atatürk adına deməli lisey də var. Bunu da xüsusi qeyd eləmək lazımdır. Əziz qonaqlar, hörmətli dostlar, sizin hamınızı ürəkdən salamlayıram və bugün Bakının mərkəzində Türk dünyasının böyük oğlu, böyük öndər Mustafa Kemal Atatürk'ün abidəsinin açılışı münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Mən çox şadam ki, bu bizim üçün əlamətdar gündə mənim əziz dostum, qardaşım, Türkiyənin baş naziri böyük heyətlə iştirak edir. Bu tarixi günü biz birlikdə qeyd edirik. Mustafa Kemal Atatürk böyük dövlət hadimi, böyük sərkərdə, böyük siyasətçi, Azərbaycan xalqının qəlbində böyük iz buraxmışdır. Azərbaycan xalqı öz qəlbində böyük öndərin xatirəsini həmişə saxlayıb, bugün də saxlayır. Biz hamımız yaxşı bilirik ki, Mustafa Kemal Atatürk Azərbaycanı çox sevirdi, Azərbaycana xüsusi münasibət bəsləyirdi və onun tarixi kəlamları Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimiz bizim üçün həmişə olduğu kimi çox vacibdir. Bu bir yoldur, o bir yol göstərir və iki qardaş xalq bu yolda bərabər addımlayır. Tarix belə gətirdi ki, müəyyən tarixi dövr ərzində bizi tarix və tarixi hadisələr ayırdı. Ancaq buna baxmayaraq ki, Azərbaycan müstəqil ölkə kimi yalnız 20 ilə yaxındır ki, yaşayır. Bundan əvvəlki dövrlərdə də bizim qəlbimiz bir döyünürdü. Bizim duyğularımız, bir-birimizə olan dostluq, qardaşlıq münasibətlərini heç bir siyasi quruluş yaxud da ki, siyasi təşəbbüs dəyişdirə bilməz. Dostlar, mən birmənalı şəkildə Türkiyə Cümhuriyyətinin prezidentinin Azərbaycan Respublikasının, Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyində, silahlı qüvvələrimizin qurulmasının 100 illiyində Azərbaycana səfər etməsini çox müsbət qarşılayıram, müsbət yanaşıram və Zəngilanda, Füzulidə hava limanlarının açılışında iştirak etməsi və bir çox və son günlər, hətta Səlcuq Bayraqdarla birlikdə həyata keçirilən deməli bir çox layihələrdə iştirak etməsi prezidentlər arasında bu ayrı bir məsələdir. Amma təəssüflər olsun ki, Erdoğan
bir çox səhvlərə yol verdi. Yaxın Şərq və Uzaq Şərq siyasətində, baxmayaraq ki, Suriya məsələsində Türkiyə çox böyük uğur əldə elədi. Azərbaycanla birgə bu uğur əldə etdi. Amma təbii ki, Yaxın Şərq siyasətində və Mustafa Kemal Atatürkün ortaya qoyduğu ilkələr məsələsində çox böyük səhvlərə yol verdi. Bunlardan ən böyüyü təbii ki, Türkiyə Cumhuriyyətinin silahlı qüvvələrinin PKK terror təşkilatına qarşı aparılan hərbi əməliyyatlarında iştirak edən hərbiçilərin Silivri, Ergenekon və Balyoz məhkəmələrində cəzalandırılması və təəssüflər olsun ki, 4 hərbiçinin, 4 üstəğmənlərin deməli hərb okulundan ixrac edilməsi və əlbəttə ki, Aselsan'da və digərlərdə orduda böyük mənada İraq əməliyyatında, 2002-ci il İraq əməliyyatında və Fələstinə yardım məqsədi ilə Mavi Mərmara gəmisindəki hadisə əlbəttə ki, Türk əskərini nüfuzdan saldı və o cümlədən bilirsiniz ki, 15 iyul dövlət çevrilişinə cəhd edən insanların da Fəthullah Gülen şəbəkəsi ilə əlaqələri üzə çıxarıldı. Halbuki bu hadisə də Türkiyənin uzun illər apardığı siyasətin nəticəsi idi və anti-Atatürk siyasətinin nəticəsi idi və əlbəttə ki, Əkrəm İmamoğlu'nun son seçkilərdə, bələdiyyə seçkilərində qalib gəlməsi, 2 dəfə qalib gəlməsi əlbəttə ki, onun prezident olması imkanlarını da yaradacaqdır. Və əlbəttə onun prezident seçiləcəyi təqdirdə siyasi kursun tamamilə dəyişəcəyini, Böyük Orta Doğu projesi siyasətindən vaz keçəcəyi və Türkiyənin Avropa İttifaqı ilə asosiativ sazişi imzalayacağı perspektivi yaradacaqdır. Çünki Türkiyə zaten NATO ilə əməkdaşlıq edir. Avropa İttifaqı üzv ölkələri ilə Demokratiya samitinə, Krım samitinə və Avropa Təhlükəsizlik samitinə, Londona və yaxud da Brüsselə və digər görüşlərdə iştirak edib. O cümlədən qonşu Azərbaycan, qardaş Türk Azərbaycanla birgə Şuşa bəyannaməsi, Qarabağ bəyannaməsi imzalayıb və Türkiyə ilə Azərbaycan arasında Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars kəmərləri və son səfərdə ölkə prezidenti cənab İlham Əliyevlə imzalanan Cənub qaz dəhlizi ilə bağlı Naxçıvan-İğdir qaz kəmərinin çəkilməsi də iki ölkə əlaqələrinin inkişafına da böyük təsiri var. Əlbəttə ki, Əkrəm İmamoğlu Azərbaycanı və Türk dünyasını sevən və Türk dünyasında demokratiyanın inkişafında maraqlı olan böyük iş adamı və əlbəttə ki, böyük bir idarəetmə sistemində təcrübə qazanmış bir insan idi. Çox intellektual və Şimali Kipr Türk Cumhuriyyətində, qardaş Türk Cumhuriyyətində Amerikanın Girne Universitetində yüksək təhsil almışdı, diplom almışdı və əlbəttə ki, ölkənin hazırki prezidentinin belə diplomun olmadığı hamımıza bəllidir. Sözsüz ki, mən son günlər görürəm ki, anti-Atatürk hava-havası Azərbaycanda baş qaldırır. Rus məktəbləri, Rus təhsili, Rus mədəniyyət evi, ruslaşdırılmış bir anti-Atatürk zehniyyəti yaradılır və özlərini turançılıq ideologiyasını parçası sayan insanlar isə anti-Atatürk havası ilə Türkiyənin neo-Osmanlizm ideologiyasına və neo-xilafət və Türkiyənin bölünməsinə gətirib çıxaran Böyük Orta Doğu projesi ideyasına uzun illər xidmət göstərən hazırki prezident Erdoğanı dəstəkləyirlər və ona rəisim deyirlər. Amma sonra İsraili əleyhinə danışanda, Fələstin məsələsində Həması müdafiə eləyəndə ona təhqiramiz ifadələr səsləndirirlər. Budurmu sizin sevginiz, budurmu sizin Türkiyə dövlətinə, Türk xalqına verdiyiniz dəstək, verdiyiniz xidmət? Baxmayaraq ki, hökumətimiz də Türkiyənin ən ağır günündə zəlzələdə həyatını itirən, yaralanan insanlara yardım etdi və Türkiyə dövləti hətta Azərbaycana məxsus təyyarənin vurulmasına görə Rusiyanı qınadı, Rusiyaya etiraz elədi və sözsüz ki, 44 günlük müharibədə Türkiyənin bütün siyasi partiyaları, təkcə DEM partiyası istisna olmaqla, bütün siyasi partiyaları konkret şəkildə
Azərbaycanın yanında olduğunu bildirdi və düşünürəm ki, bayaq səsləndirdiyim videoda da açıq şəkildə görürsünüz ki, Əkrəm İmamoğlu Azərbaycana çox böyük sevgilərini göstərir. İstanbul elə bir şəhərdir ki, Türk tarixində, Türk dünyasında çox önəmli bir İslam dünyası üçün müqəddəs sayılan bir şəhərdir. İstanbulda baxmayaraq ki, Ayasofya məscid halına gələrək əslində Osmanlı memarlığına, Osmanlı tarixinə qaytarılması İstanbulun fəthinə verilən xidmətdir. Amma təəssüflər olsun ki, bugün nəyin şahid oluruq? Bugün mən şəxsən cənab prezidentin Atatürk əskəri hesab edirəm. Bizim ümumi liderimiz Heydər Əliyevin Atatürk ordeninə layiq görülməsinə və Əbülfəz Elçibəyin isə Atatürkün əskəri olaraq Atatürkün məzarlığının önündə bunu deməsi, əlbəttə ki, bizim dövlətçiliyimiz tariximizdə Atatürkün silinməz bir izi var. Bilirsiniz ki, Türk dünyası Atatürkün Qurtuluş müharibəsinə dəstək də bildirib. Rəsulzadə Azərbaycan qəzetində bunu açıq şəkildə Samsun müharibəsinə dəstəyini bildirib. Ona görə də mən hesab edirəm ki, Hüseyn Cavid, Əhməd Cavad, digər bizim Türk dünyasının ölməz şairləri, ölməz yazıçıları, özünü Turan sevdalısı sayan böyük mütəfəkkirlərimizin hər biri, Əli Hüseynzadə, Əhməd Ağoğlu Atatürk'ü çox sevən, Atatürk'ə böyük hörmət edən insanlardan olub. Atatürk böyük şəxsiyyətdir və Atatürk'ün əskəri olmaq, bizim ordumuzun özü də Atatürk yolunda Qarabağın qurtuluşu üçün, Qarabağın işğaldan azad olunması üçün canlarını fəda etdilər, qazi oldular. Və düşünürəm ki, ən böyük Atatürk'ün əskəri ölkəmizin hazırki prezidentimizdir, hazırki ordumuzdur və bizim qazilərimizdir, şəhid ailələridir. Onlar Atatürk'ün əskərləridir və heç kim düşünməsin ki, Atatürk'ün əskəri hesab olunan Əkrəm İmamoğlu'nun həbs olunmasına biz biganə qalacağıq və buna dəstək bildirəcəyik. Yəni onun həbsinə yaşıl işıq yandıracaq. Düşünürəm ki, Türkiyənin Əmniyyəti, Ədliyyə Nazirliyi papağını qoyub fikirləşməlidir və bu hərəkəti ilə Türkiyəni İranın və Səudiyyə Ərəbistanın və digər geridə qalmış teokratik dövlətlərin, şəriətlə idarə olunan dövlətlərin taleyini yaşayacaq. Suriyanın, İraqın taleyini yaşayacaq və Türkiyədə avtoritarlığın və diktaturanın baş qaldırması da əlbəttə bizi narahat edir və biz də buna heç bir halda biganə qala bilmərik. Və baxmayaraq ki, ölkə prezidenti cənab İlham Əliyev bildiyiniz kimi şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərir, onları mənzillərlə təmin edir, qaçqınlarımıza, məcburi köçkünlərimizi Laçına, Qubadlıya, Zəngilana, Kəlbəcərə, Xocalıya və Ağdərəyə, Tərtərə və Qubadlıya, digər Qarabağın bütün işğalda azad olunmuş torpaqlarımızın Xocavəndə və yaxud da Əsgərana hamısı artıq öz torpaqlarına qayıdırlar. Əlbəttə ki, bu vətəndaş münasibətləri Əkrəm İmamoğlu'da da var idi. Əkrəm İmamoğlu da dəfələrlə şəhid ailələri ilə, qaziləri ilə görüşlər təşkil edib, görüşlər edib. Və bir şey də deyim ki, Əkrəm İmamoğlu əlbəttə öz vətənini sevən, dövlətini sevən, dövləti üçün hər cür işlər görən bir insandır. Və o heç bir zaman müxalifətçi, daha doğrusu Türkiyəni bölən, Türkiyənin bölünməsini istəyən PKK terror təşkilatına heç vaxt dəstək verməyib. Və bu barədə rəsmi olaraq heç bir sübut dəlil yoxdur. Və bilirsiniz ki, Cumhuriyyət Xalq Partiyasında uzun illər xidmət göstərmiş Bülent Ecevit yeni partiyaya qoşulandan sonra 99-cu ildə Abdullah Öcalanın həbsi ilə bağlı, onun ekstradisiyası ilə bağlı qərar çıxarmışdır və bugün Milliyətçi Hərəkat Partiyası onu öndər hesab edir. Bu özü biabırçılıqdır. Necə olur ki, Milliyətçi Hərəkat Partiyasının üzvləri Sinan Ateşi öldürürlər, amma onunla bağlı heç bir tədbir görülmür. Bugün həyasızcasına onlar onun Qazi Məclisinə gəlməsini tələb edirlər. Və Türkiyə dövləti çox düzgün qərar verdi onun
təbii ki, silah buraxması ilə bağlı qərarına verməsi, amma hal-hazırda da o həbsdədir. Və düşünürəm ki, Abdullah Öcalanla Əkrəm İmamoğlunu eyni tərəziyə qoymaq olmaz. Əkrəm İmamoğlu heç bir rüşvətxorluqla, korrupsiya ilə biznesini qurmayıb və bu hamısı iftiradır. Ümumiyyətlə, xaricdə təhsil alan, geniş mənada yüksək intellektə sahib olan, yüksək vətənpərvərliyə sahib olan, vətənini sevən, dövlətini sevən və Atatürkün ilk inqilablarına hər zaman bağlı olan bir adamı bugün hər hansı bir böhtanla, hər hansı bir şərləməklə həbs eləmək şəxsən bir türk olaraq məni də ciddi narahat edir və məni də ciddi qəzəbləndirir. Mən hesab edirəm ki, o heç bir halda məhkəmənin iclasını olmadan konkret, bilmirəm bunu kim qərar verib, bəlkə Milli İstihbarat Təşkilatı, Baş Prokurorluğu qərar verib, İstanbul Prokurorluğu mu qərar verib. Amma bugün televiziyalarımız sanki 37-ci ildə Azərbaycanda baş verən repressiyanı təbliğ edir. Və Mirzəfər Bağırovun və digər qan içən cəllatlar ermənilərlə birləşib konkret necə Azərbaycan ziyalılarını güllələyirdilərsə, bugün də Əkrəm İmamoğlunun başına belə bəlalar gəlir. Çox təəssüf ki, bugün Mustafa Kemal Atatürk'ü sevən, Mustafa Kemal Atatürk'ün yolu ilə gedən insanlar ləkələnir, təhqir olunur. Onları dövlət çevrilişinə cəhdlərdə ittiham edirlər. Rüşvətxorluqda ittiham edirlər, korrupsiyada ittiham edirlər. Halbuki Mustafa Kemal Atatürk heç bir zaman xalqın, millətin, vətəndaşın hüquqlarını tapdalamayıb. Əksinə, özü də çox kasıb şəraitdə yaşayıb və bilirsiniz ki, onun vətəni Selanik şəhəri Yunanlar tərəfindən işğal olunub və Osmanlı əskərləri çox çətin bir vəziyyətdə Atatürk onlara Çanaqqale zəfərini yaşadı. Mən düşünürəm ki, biz Türk milləti olaraq özünü Türk deyən, Türk sevdalıları bugün özünə güya yalandan Turancı deyən adamlar Mustafa Kemal Atatürk'ün əskərini həbsini dəstək verirlərsə, o vicdansız, ləyaqətsiz, şərəfsiz insandır. O ümumiyyətlə düşünürəm ki, savadsız, heç bir halda dünya görüşü olmayan, vətəndaş mövqeyi olmayan insanlardılar. Mən çox təəssüflə qeyd edirəm ki, Azərbaycan cəmiyyətində avtoritar rejimə, diktaturaya, putinizmə meyllənmə var. Cəmiyyətdə də mən hətta İsveçdə yayınlanan ABA TV-də də açıq bildirdim mövqeyimi və çox təəssüf ki, hətta mən görürəm ki, bəzən görürəm prezidentimizlə şəkil olan, prezidentimiz Atatürk'ün küçəsində bir şəkli paylaşmışam. Atatürk'ün heykəlinin önündə onun bir açılışında şəklini paylaşmışam. Bununla belə onlar qanmırlar ki, hüquq nədir, konstitusiya nədir, qanunun ali prinsipi nədir. Cənab prezident bəlkə də Erdoğandan fərqli olaraq konstitusiyaya əl basaraq, konstitusiyaya əməl edərək prezident olub və İlham Əliyev əlbəttə ki, o da xaricdə təhsil alıb. O da Ukraynanın və Rusiyanın beynəlxalq münasibətlərdə təhsil alıb, politologiya sahəsi üzrə, tarix elmi üzrə təhsil alıb. Yüksək iqtisadi biliyə, yüksək sahibkarlıq təşəbbüsünə və yüksək intellektə sahib olan bir prezidentdir. İlham Əliyev Erdoğandan qat-qat savadlıdır və qat-qat təcrübəlidir və qat-qat siyasi bacarığı və siyasi praqmatizmi var. Və ölkəsini sevən, ölkəsinin gələcəyini düşünən və iş dünyasında, ümumiyyətlə sahibkarlığın inkişafında İlham Əliyevlə İmamoğlunu mən eyni tərəziyə qoyardım. Çünki İlham Əliyev də 90-cı illərdə 20 yanvar faciəsi yaşanarkən Ulu öndərimiz Heydər Əliyevin kəskin etirazlarına görə onu Moskva Dövlət Universitetindən xaric eləmişdilər. Əslində bu da bir repressiya idi. Və İlham Əliyevin təyyarəsinə vurmaq istəyən Rusiyanın bəzi silahlı qüvvələri çox təəssüf ki, bunu inkar elədilər. Hətta bunu görməzdən gəldilər. Düşünürəm ki, bugün prezidentimizi dəstəkləyən, prezidentin siyasətini dəstəkləyən insanlar və bugün bizim zəfərimizi, bizim qalibiyyətimizi dünyaya təbliğ edən insanlar Mustafa Kemal Atatürk'ün kim olduğunu bilsinlər. Mustafa Kemal Atatürk'ün
vətən qarşısında, dövlət qarşısında xidmətlərini inkar etməsinlər. Mən bir videonu sizə səsləndirim. Osmanlı dövlətinin son sultanı, bəlkə də son qanuni sultanı Vahdəddinin onunla belə diyaloqu var. Mən onu sizə səsləndirim və hesab edirəm ki, bu tarixi bir çıxışdır və bugün özünə Turançı deyən, özünə Türkçü deyən adamlar buna baxsınlar, ən azı görsünlər ki, necə də Osmanlı dövlətinə, Osmanlı padişahlarına, sultanlarına Atatürk necə sayğı ilə, hörmətlə, dövlətçiliyini necə qorumaq, dövlətçiliyə və əskəri şərəfinə, vətən sevgisinə necə yanaşır, vətənpərvərliyə necə yanaşır, vətənpərvərliyə necə konstitusional, qanuni yanaşır. Gəlin onu dinləyək. Bekarlık başka bir şey Kemal Paşa ve neler olacak bir şey yayınları hayırlı olsun. Harap olarak bulduğunuz mülkünüzü inşallah mamur olarak görürsünüz. Sizi gördüğüme memnun oldum. Mustafa Kemal Paşa Enver vazifesinde kalacak. Sizinle konuştuklarımız baki, lakin Enver hala çok güçlü, beni devirmeye kalkabilir. Siyaseten ve idareten vaziyeti, emniyeti alabilmem için zamana ihtiyacım var. Müttefikler beni tahtımdan etmeyi akıllarından geçirmezler. Mən bəzi hallarda cəmiyyətimizi, insanlarımızı hər zaman xəbərdarlıq edirəm. Baxın, cənab prezident çox önəmli bir sərəncam verdi. 2024-cü il dekabrın 24-də tarixli sərəncamla 2025-ci il konstitusiya və suverenlik elan edilib. Konstitusiya bizim üçün çox şərəfli və çox namuslu bir sənəddir. Çox namuslu bir hüquqi sənəddir. Bunu ayaqlar altına almaq, bunu kobud şəkildə pozmaq, hansısa qaçaqmalçılıqla, hansısa vergidən yayınmaqla, hansısa rüşvətxorluqla, korrupsiya ilə örtbasır eləmək mümkün deyil. Konstitusiyanı hər bir vətəndaş əməl etməlidir. Və düşünürəm ki, mən vətənimi, dövlətimi sevməyimdə əlbəttə ki, Rəsulzadənin qoyduğu dəyərlər, demokratik dəyərlər, liberal dəyərlər və söz azadlığının, sərbəst toplaşma azadlığının və ən önəmlisi Mustafa Kemal Atatürkün bizə qoyduğu qanunvericilik, icra edici məhkəmə və ən əsası ölkənin anayasasına verilən dəyər və ona əməl etmək prinsipi dayanır. Bəzi hallarda görürəm ki, demokratiyadan danışırlar, amma konstitusiyanın nə olduğunu, konstitusiyanın nə qədər dəyərli bir hüquqi sənəd olduğunu dərk etmirlər. Və yaxud da bəzən insanlar var ki, mən konstitusiyaya bağlı insanam, konstitusiyaya əməl edirəm, amma elə kobud qərarlar verir, elə repressiv qərarlar verir ki, adam onun insanlığından kənar olduğunu düşünürəm. Çünki o adam da heç özü də bilmədən konstitusiyanın təməli olan insan haqlarını və hüquqları tapdalayırlar. Bugün əslində Türkiyədə çatışmayan cəhət odur. Türkiyədə əslində insanlar anayasanı dərk etsələr, anayasanı başa düşsünlər, buna getməzlər. Və baxın, əgər doğrudan Əkrəm İmamoğlu cinayətkardırsa, niyə onun məhkəmə iclası yayımlanmır? Canlı yayımla göstərilmir dünyaya. Və Prezident Erdoğan deyir ki, əgər doğrudan da siz İmamoğlu'nu müdafiə edirsinizsə, siz məhkəmə binasının qarşısında aksiyaya cəhd eləyin. Və mən düşünürəm ki, bu yanlış bir fikirdir. Çünki o insanlar bilirlər ki, məhkəmə qərarı dəyişməyəcək. Məhkəmə qərarları dəyişə bilməyəcək. Amma insanların böyük bir hissəsi bugün o bir çox hallarda mitingində polis zorakılıqlarını gördülər. Və mən düşünürəm ki, Adnan Menderes kimi bir uçurumun astanasındadır. Və Adnan Menderes'in taleyini təəssüflər olsun ki, yaşaya bilər. Və silahlı qüvvələr elə bir vəziyyətə gələ bilər ki, Erdoğana ultimatum, nota verə bilər ki, sən ölkəni artıq idarə edə bilmirsən. Belə bir təhlükə var, belə bir tendensiya var və Türkiyənin Genelkurmay Başkanlığı da, Müdafiə Nazirliyi də belə bir təcili tədbir görə bilər. Çünki hesab edirəm ki, Erdoğan da
demokratik yolla seçilib və demokratik əsaslarla seçilib, xalqın iradəsi ilə seçilib və Türk dünyasının qarşısında və İslam dünyasının qarşısında böyük xidmətləri var. Amma bugün mənsub olduğu qitədə, Avropa qitəsində NATO-nun üzvü kimi davranmalıdır. Və Türkiyə üzərinə düşən beynəlxalq hüquq normaları çərçivəsində həbs olunan insanları azad eləməlidir. Və Türkiyənin super dövlət, Avropanın ən inkişaf etmiş ölkə kimi görmək istəyirəm. Türkiyənin yaxın şərqin ən geridə qalmış ölkələrdən biri görmək istəmirəm. Və Türkiyənin inkişaf potensialı, təhsili, bu qədər yüksək təhsili var və yüksək səviyyədə kadrları var. Türkiyənin yüksək səviyyədə alimləri, professorları var. Və bilirsiniz ki, aprel ayın 5-də Yaşıl Elm portalı Heydər Əliyev sarayında çox möhtəşəm bir tədbir keçirəcək. Bu tədbir böyük alim Cəlal Şəngör və böyük jurnalist Fatih Altaylı ilə birgə insan necə olmalıdır konfransı keçiriləcək. İndi mənə gələn xəbərə görə bu tədbir ehtimalən təxirə salına bilər. Amma hələ ki biz bunu Yaşıl Elm portalından aydınlaşdırmamış, bunu tələsik bileti qaytarmaq fikrimiz yoxdur. Mən bir daha Türkiyə Cumhuriyyəti Prezidentindən xahiş edirəm, Azərbaycan dövlətinə, prezidentimizə dəfələrlə sayğı ilə və Novruz bayramına görə təşəkkürlərimizi və bizə göstərdiyiniz, Azərbaycan dövlətinə göstərdiyiniz hərbi, siyasi, iqtisadi dəstəyə görə təşəkkür edirik. Biz də Dağlıq Qarabağın işğaldan azad olunmasına görə qürur hissi duyuruq. Amma hesab edirik ki, yaxşı olardı ki, Türkiyədə demokratik institutlar və xüsusilə böyük şəhər bələdiyyələri, yerli üzrə idarə etmə formaları daha da inkişaf eləsin və daha da çox rəngli olsun. Və düşünürəm ki, onun azad olunması xalqın tələbidir və vətəndaşların, 80 milyonluq vətəndaşların ümumi rəyidir. Hər bir vicdanlı vətəndaş da bu həbsin uydurma olduğunu, saxta olduğunu hamı bilir. Sadəcə bugün görürük ki, belə bir mitinqin bəzi kadrlarında faşistlərin, kommunistlərin deməli iştirakçının olduğunu, LGBT üzvlərinin olduğunu dilə gətirirlər. Yəni bu mitinqin məqsədini qaralamakla məşğuldular. Eynən Gürcüstanda da eyni iddialar var və eyni Mikhail Saakashvilinin də qarşı həbs qətimkan tədbir seçildi. Amma yenə də düşünürəm ki, Türkiyə Suriyanın, İranın yolu ilə getməməlidir. Türkiyə Avropanın ən inkişaf etmiş ölkələrin yolu ilə getməlidir. Və ölkədə artıq Erdoğanın da səlahiyyət müddəti bitmək üzrədir. Dünyanın demokratik ölkələrində prezidentin səlahiyyətləri və prezidentin seçilmə müddəti məhdudlaşdırılır. Və orada nadir bəzi hallarda parlamentin səlahiyyətləri artırılır. Və biz də istəyərdik ki, Azərbaycanda parlamentin səlahiyyətləri artırılsın, prezidentin səlahiyyətləri azaldılsın və prezidentin səlahiyyətləri azalarsa, prezidentin səlahiyyət müddəti azalmış olar. Təbii ki, bilirsiniz ki, İlham Əliyev 5 dəfə prezident seçilib və əlbəttə ki, Heydər Əliyev 2 dəfə seçilib, Əlfəz Elçibəy 1 dəfə seçilib, Ayaz Mütəllibov 2 dəfə seçilib. Sözsüz ki, ən çox seçilən İlham Əliyevin də vitse-prezidentə, ölkənin birinci xanımına, UNESCO-nun, İSESCO-nun xoşməramlı səfirinə hakimiyyəti təhvil vermək səlahiyyəti var. Sadəcə bugün hal-hazırda seçki prosesi getmir. Sonuncu seçkilər keçirildi və 92% səs çoxluğu ilə seçkilərdə qələbə ilə başa çatdırdı. Və hələ ki, onun seçilmə müddəti təbii ki, 5 ildən bir olduğu üçün 2030-a qədər onun prezidentlik müddəti olacaq və əlbəttə 2030-cu ildə ola bilsin ki, vitse-prezident ölkənin prezident səlahiyyətlərini icra elə bilər. Əgər İlham Əliyevin səhhətində Allah eləməsin, hansı bir problem yaşayarsa, əlbəttə vitse-prezident ölkənin onun səlahiyyətlərini əvəz eləyə bilər. Amma hələ ki, çox şükür ki, İlham Əliyev sağlığında problem yoxdur, hər şey yerli yerindədir. Düşünürəm ki, bu xalqın öz seçimidir, xalq özü də
zaman təbii ki, İsa Qəmbərə də səs verib, İsa Qəmbərə də dəstək bildirib, Cəmil Həsənliyə də səs verib, Əlfəz Elçibəy də səs verib, Ayaz Mütəllibova da səs verib. Yəni xalq təbii ki, müdrikdir və xalq doğru olanı verəcək. Mən bir daha Əkrəm İmamoğlu'na azadlıq arzulayıram. Bir daha Novruz bayramınızı, Ramazan bayramınızı təbrik edirəm. Tanrı Türkü qorusun.